Görürsən, bunların hamısı əlamətdir. Yenilik gəlir. İndiki dövrdə zəlzələlərdir, çoxlu yağıntılardır, daşqınlardır, dağıdıcı küləklərdir, kütləvi ölümlərdir. 2 il bundan qabaq biz birlikdə səninlə danışırdıq ki, kütləvi ölümlər olacaq. Yəni çox saylı insanlar gedəcək. İndiki halda həddindən artıq kütləvi ölümlər var. Məsələn, qatar qəzaya uğrayır, 200-300 sadə insan tələf olur. Yer üzündə hərəkət kommunikasiyalarının hamısı bu vəziyyətdədir. Qaranlıqdan azad olmanın bir əlaməti zəlzələlərin baş verməyidir. Bəs yer kürəsi özünü necə azad edə bilərmiş? Nə eləsin ki, azad olsun? Azad olmaq üçün yer silkələnir, azad olur. Yer üzünə güclü küləklər əlamət göndərilir. Aramsız yağışlar əlamət göndərilir. Aramsız yağışların özü bir paçlıq əlamətidir. Paçlıq gəlir. 2000-ci illərin əvvəlləri üçün aramsız yağışların baş verməsi qabaqcadan xəbər verilib deyilmişdi. Niyə 2000-ci ildə olacaqdır? Çünki yer kürəsi günəşlə bərabər birlikdə 5 milyonluq illərə qədəm qoyacaqmış və bununla da dəyişikliklər baş verməliymiş. Bu məsələnin bir tərəfidir. Məsələnin o biri tərəfi odur ki, həddindən artıq yerə, günəşə, ətraf planetlərə, bizim qalaktikaya, ətraf qalaktikalara, qaranlıqları biz insanlar yığmışıq. Həm yer kürəsindəki qaranlıqlar, həm də bəşərin biri arasındakı qaranlıqlar ətrafa informasiya verir. Hər bir insanın özü öz halı, qaranlığı haqqında ətrafa əqli informasiya yayır. Zehni informasiya yayır. Ekstrasenslər heç də başqa prinsiplərə görə deyil, qəbul etdikləri beyin siqnallarına görə işləyirlər. Bəşəriyyətin öz siqnalları ilə kainata yaydığı qaranlıqlar onlara sirayət edir. Böyük yaradan deyir ki, mənim məkanıma qaranlıqla qalxmaq olmaz. Məsələn, 4-cü bölmədəki aşağıdakı deyimlərinə qulaq as. Yaranış qaydandır, mənim ətrafıma qaydandır. İşıqlı kainatlara qaranlıqlar toplayanlar etdikləri ilə, məkri ilə mənim ətrafıma qayıtmaz. Kainatların ahəngi pozulmaz. Bəşər o ahəngləri pozmaz. İşıqlara, əbədiyyətə qaranlıqlarla qalxmaq olmaz. Paçlığa, əbədiyyətə qaranlıqlarla dönmək olmaz. Əbədi işıqları kainatlarda, varlıqlarda, cisimlərdə pozmaq olmaz. Bəşər işığı ilə, pak işığı ilə, əbədiyyətə paçlığı ilə qayıdar. İşıqlar arasına, yeni yaranacaq yaranışlar arasına qaranlıqlar gətirmək olmaz. Kainatlar ahəngi pozulmaz. Bəşər varlığı o ahəngi pozmaz. İşıqlara, zərrələr axımına qaranlıq gətirmək olmaz. Paçlığa qaranlıq gətirmək olmaz. Əbədi işıqları kainatlarda qaranlıqlarla azaldıb pozmaq olmaz. Bəşər işığı paçlığı ilə paçlığa qayıdar. Paç işıqlar arasına qaranlıqlar gətirmək olmaz. Deməli, əgər qaranlıqla qalxmaq olmazsa, bəşəriyyətin gətirdiyi illər, əsrlər ərzindəki qaranlıqlar yığımı kainata çox pis, dağıdıcı təsirlər edə bilər və edir. Bütöv kainata dağıcılıq təsirinin qarşısını almaq üçün toplanmış qaranlıqları, qaralıqları kainatda müəyyən nöqtələrə, məkanlara istiqamətləndirirlər. Görürsən, bir bəşərin gətirdiyi səhvlər, qaranlıqlar kainatlara necə də sirayət edir. Bəşərin, bəşəriyyətin özü böyükdür, zəkası ilə böyükdür, əqli ilə böyükdür. Deməli, o yer üzünə qaranlıqlar gətirməməlidir, bəla gətirməməlidir. Yer üzünə ruzisizliklər gətirməməlidir, yer üzünə dartılar gətirməməlidir. Bunların hamısı sirayət edir yer kürəsinin özlüyünə. Deməli, bu zəlzələlər yer kürəsinin özünü azad etməsi üçündür. Bu zəlzələlər xəbərdarlıq olsa da cəza olmur. Məsələn, 17 avqustda Türkiyədə baş verən zəlzələnin özünün mənası var. Ölüb qayıdan insanlar heç də boş-boşuna getmədilər. Türkiyənin ərazisinin özünə bir yenilik gəlir. O laylara gəlir, o qatlara gəlir. O qatların özü yeni yaranışlara xidmət edəcəkdir. Məsələn, yaranış kitabında böyük yaradan deyib, qatlardan zərrələr bir toplumdan hərəkətə gələr, azad edər. O məkanı qatlardan, qaranlıqlardan azad edər. Yer qatları azad olar, qaranlıqlardan azad olar. Böyük yaradan yenə deyib, qatlar silkələnər, qaranlıqlardan, qaranlıq toplumundan azad olar. Laylar gərilməz, laylar pozulmaz. Burada laylar gərilməz o deməkdir ki, laylar dartınıb bir-birindən qopmaz, aralanmaz. Laylar dartıda olur və gərilməsi ilə bərabər eyni zamanda silkələnmə də baş verir. Məsələn, çəpinə zəlzələ anında gərilmə, dartınma forması damadama dəftərin səhifəsinə, özü də azacıq deformatik səhifəsinə oxşuyur. Sən mühəndis olduğundan
Bu dartınmaların qrafikasını tam təsəvvür edə bilərsən. Laylar hər tərəfə dartınır. Bu səbəbdən də layların quruluşundan asılı olaraq uzunluğa silkələnmə, kiçik sahəli silkələnmə və ardıcıllıqlı silkələnmə baş verir. Ardıcıllıqlı silkələnmə təbiidir ki, ardıcıl zəlzələlər verər. Ardıcıl zəlzələlər də onu göstərir ki, yer qatlarında dəyişikliklər baş verəcək və buraya yeniliklər gələcək. Elə hallar ola bilər ki, ardıcıl zəlzələlər çox böyük dağıntılara gətirib çıxartsın. Bu isə bəlalı zəlzələdir. Vardır antiklinal və sinklinal laylar. Yəni quruluşuna görə, azimutlarına görə qalxıq laylar və çökük laylar. Zəlzələ dövründə düzdür, layların qatların vəziyyətlərində azacıq, kiçik dəyişikliklər gedə bilər. Ancaq çökük laylar tamamilə çöküb getmir. Qalxıq laylar da tamamilə qalxmır. Hər halda laylar formasını dəyişə bilir. Düzdür, zəlzələ vaxtı laylar formasını dəyişə bilir. Amma bu forma kəskin olaraq özünü büruzə vermir. Baxaq ki, zəlzələ nəyin xəbərdarlığıdır? Məsələn, dağ yaranışı dövründə nüvəyə yaxın alt laylarla yuxarı laylara birlik gəlir. Yaranışın öz birliyi gəlir. Yəni yaranışın özündən bir birlik gəlir. Bu zaman dağlar yarana bilir. Amma yer üzündə indiki zəlzələlərin mənşəyi xəbərdarlıqlardan ötürüdür. Dağ yaranışı bu zəlzələlərin nəticəsində olmayacaqdır. Yalnız yeniliklər gələcək.